Ədəbiyyatın özü bir qurmacadır, bir oyundur. Sənətdə səmimiyyət olmamalıdır. Səmimi olanda mətnin o estetik bariyerləri pozulur. Müəllifin yazmaq məqsədi var, onun özü müəyyənləşdirir müəllif nə yazır. Sənin göz yaşlarına tökə bilmədiyini oxucu niyə oxumalıdır? Bir çox adamlar əslində intellektual kimi görünən məlumatlı insanlardır sadəcə olaraq. İki cümlə təbrik yazır, onu da süni intellekt yazır. Yəni daim mətndən işləyən adam bunu ayırd edə bilir. Dünyaya çıxmanın mexanizmi, yəni bir yazıcıdan aslı deyil, bir nəşriyyatdan aslı deyil. Söz yalnız bərbəzəkdən ibarət olanda, içərisində ana fikir olmayanda təbii ki, sözün dəyəri ucuzlaşır. Sənət yalnız estetikadan ibarət ola bilməz. Məsələ təkcə ideyanı təqdim etmək deyil. İdeyanı necə təqdim etmək ədəbiyyat üçün prioritet olmalıdır. Salam, Füyuzat televiziyasında mən Tural İsmayılovun təqdimatında arxa plan verilişinin növbəti buraxılışını izləyirsiniz. Bugün ədəbiyyatın incəlikləri haqqında danışacağıq və daha çox ədəbi janrlar deyil, ədəbiyyatşünasların görməli olduğu məqamlar və yaxud da bizim əsəri oxuyarkən görmədiyimiz, amma bu sahənin tədqiqatçılarının diqqət etdiyi məqamlar haqqında və əlbəttə ki, esse haqqında yaxşı bir söhbətimiz olacaq. Arxa planda mənim qonağım tanınmış ədəbiyyatşünas, esseyist Mətanət Vahiddir. Mətanət xanım, xoş gəlmisiniz. Sağ olun. Mətanət xanım, bir ədəbiyyatşünas kimi mətni oxuyanda orada müəllifin belə fərqində olmadığı gizli qatları aşkar edirsiniz. Yəni, ən azından ədəbiyyatşünaslar haqqında bizdə belə bir təsəvvür var. Bu dırnaq içində rentgen baxışı sizə əsərdən zövq almağa mane olurmu? Oxucu səmimiyyəti ilə tənqidçi peşəkarlıq arasındakı o nazik xətti necə qoruyursunuz? Əslində istənilən bir əsəri oxumağa başlayanda janrından asılı olmayaraq ilk aldığımız təəssüratdır. O da əlbəttə ki, oxucu təəssüratıdır və ritminə düşürsən mətnin, əgər düşə bilirsənsə, o intonasiyanı tutursan və sonra asta-asta artıq o qatların dərinliklərini enirsən. Məncə ilk reaksiyamız məhz oxucu kimi yanaşmaqdır mətnə, daha sonra tədqiqatçı kimi baxmaqdır. Əvvəllər mənim üçün daha çətin idi mətnə peşəkar baxanda zövq ala bilmirdim, amma indi bu prosesin özü mənim üçün zövqlüdür. Məhz yəni ədəbiyyatşünas kimi mətni oxumaq prosesi özü mənim üçün zövqlüdür. Problem yaranmır. O ki qaldı, deyirsiniz rentgen. Onun ən maraqlı cəhəti nə olur? Yazarlardan, həmin müəlliflərdən reaksiya alanda çox sevindiricidir. Məsələn, müəllif burada görsən müraciət edir, deyir ki, sizin dediyiniz məsələləri mən bilmədən yazıram, spontan yazıram bir çox hallarda və deyirlər ki, sizin qeyd etdiyiniz bu məqamlar mənim üçün bir mayak deyən olub, hətta belə ki, mənə yol göstərir ki, bundan sonra nə etməliyəm. Çünki müəllif nələrsə yaşayır, öz ağrılarından, sevgisindən, travmasından nədənsə yola çıxır mətnlərində. Bəzən olur ki, bunun fərqində olmur. Yəni, bütün müəlliflər o təcrübəni yaşayaraq mətnini yazsa da öz təcrübəsinin fərqində ola da bilər, olmaya da bilər. Bu baxımdan mənim üçün yəni, xüsusi bir Çin səddi yoxdur o ikisinin arasında ki, mən zövq ala bilməyim. Elə oxuyanda zövq ala-ala oxuyuram. Bəs o oxucu səmimiyyəti ilə tənqidçi peşəkarlığı arasında çox xətt. Mən ümumiyyətlə ədəbiyyatda səmimiyyət kriteriyasını qəbul etmirəm. Bunu da dəfələrlə yazılarımda vurğulamışam. Səmimiyyət olmamalıdır. Çünki ədəbiyyatın özü bir qurmacadır, bir oyundur. Bu oyunun içərisində yazıcı oyun yaradandır. Oxucu da oyuna girib, belə deyək də, oyunu qəbul etməlidir və oynamalıdır. Ədəbiyyatşünas mənə belə gəlir ki, bu oyunu idarə edənə çevrilir. Bəlkə bunu kimsə bacara bilər, kimsə bacarmaya bilər, amma nəticə etibarilə ədəbiyyatşünas həmin oyuna daxil olur və onu idarə etməyə başlayır. Səmimiyyət olmamalıdır ədəbiyyatda. Ümumiyyətlə, sənətdə səmimiyyət olmamalıdır. Səmimi olanda mətnin o estetik bariyerləri pozulur. Biz Füyuzat işığına toplaşmışıq və Füyuzat ənənəsi bizə keçmişlə gələcəyin vəhdətini öyrədib. Sizcə, bugünün Azərbaycan nəsrində həmin o klassik, böyük mənada insan obrazı varmı? Yoxsa biz artıq fraqmental, parçalanmış insanı yazırıq? Biz deyərkən yazarları nəzərdə tuturam. Burada məsələ artıq ədəbiyyat hüdudlarını xeyli aşır. Deyirsiniz ki, Füyuzatın ənənəsi vardı, bütöv insanı yazma. Bugün təəssüf ki, həmin ənənənin davam etdiyini deyə bilməyəcəyik. Bugün daha çox bütöv insanın axtarışları var.
Məsələn, bizim əsərlərin əsas problemlərindən biri elə budur. Tutaq ki, hansısa bir əsər haqqında ya yazanda, ya onu öz aramızda ədəbiyyatşünas həmkarlarla müzakirə edəndə daha çox bunu deyirik ki, bu müəllif nə vaxt öz içərisindən çıxacaq. Yəni mətninə də məhz özünü yansıdır. Baxırsan ki, müəllif özündən başlayır, bütün dünyanı gəzir, dolaşır və nəticə etibarilə özünə qayıdır. Çox nadir hallarda yaxşı əsərlərin demək, həmin o axtarışı var, bütöv insanı axtarmaq və burada əlbəttə ki, milli kimlik, ümumiyyətlə bəşəri baxmaq insan anlayışına, belə bir lokal yanaşma təəssüf ki var. Bir məsələ də var. İndi məsələn eşidib bir çox müəlliflər deyə bilər ki, yox, mən elə bəşəri ideyalarla yanaşmışam, milli kimlik ideyalarla yanaşmışam, amma ki məsələ təkcə ideyanı təqdim etmək deyil. İdeyanı necə təqdim etmək ədəbiyyat üçün prioritet olmalıdır. Əks halda çünki bu ədəbiyyata çevrilmir. Biz əgər hazırda bizim predmetimiz bədii ədəbiyyatsa, ondan danışırıqsa, istəyimiz, gözləntimiz, tələbimiz həmişə odur ki, ideya nə olursa olsun, yəni ədəbiyyat sadəcə ideya istehsal edən bir zona deyil. Bədii həllini tapmalıdır, birə-bir, bərabər. Və həm də esse haqqında belə bir söz var ki, esse həm sənətdir, həm elmdir. Bilmirəm bu fikirlə nə qədər razılaşırsınız. Sizin essələrinizdə fikir hissi üstəlir, yoxsa hiss fikri doğurur? Bir də bunu bayaq əslində birinci sualda səsləndirdim, amma indi sırf esse ilə bağlı soruşuram ki, yazarkən özünüzü bir tədqiqatçı kimi, yoxsa ruh mühəndisi kimi hiss edirsiniz? Mən sizə yəqin ki, çoxları üçün sirr olan bir məsələni deyim ki, mən laf gəncliyimdə yazıçılıq edirdim. Yəni demirəm, amma yazıçı idim, yazıçılıq edirdim deyirəm. Belə bir təcrübə idi. Məsələn, 21 yaşımda bir roman yazmışam. Heç kəsin görmədiyi, heç kəsin oxumadığı bir roman yazmışam və sonra hekayələr yazırdım. O vaxt miniatür adlanan balaca esselər idi, yəni bədii mətnlər. Hekayələrim də var idi. Təxminən bir 15 il bundan öncə mən başa düşdüm ki, bunlar mənim üçün ədəbiyyatşünaslığa gəlməkdən ötürü məşqlərdir. Və esseistika mənim öz, necə deyim, ruhumun seçdiyi janrdır. Məsələn, bizdə bütün yazılanlara, elmi yazılara məqalə deyirlər, amma bu məqalənin eyni zamanda o üslubu hansı janra uyğunlaşır? Məndə həmin o yazıcı damarı da biraz var deyə, o yaradıcı enerji də var deyə, o birləşir və o elmiliklə birləşəndə, elmi zəminə əsaslananda bu esseyə çevrilir. Mən esseni çox sevirəm ona görə ki, orada sizin də qeyd etdiyiniz kimi həm ruhumu yansıtmış oluram. Bir dəfə yazılarımdan birində demişdim ki, bütün yazılarımda biraz da mən varam. Yəni müəllifə sual vermək lazım deyil ki, belə bir müsahibə sualları var idi və mən ona demişdim ki, müəllifə demək lazım deyil, bu yazının içərisində sən nə demək istəmirsən. Yəni oxucu, mən nəyi demək istəmişəmsə bu qədərini demişəm. Oxucu özü çözə bildiyincə çözməlidir. Son illərdə mənə belə gəlir ki, daha çox rasional düşüncəyə əsaslandığıma görə son bir 3-4 ildir ki, mənim yazılarımda elmi zəmin daha çox üstünlük təşkil edir. Bəlkə Anna Axmatovanın sözü var, deyir ki, mənim təcrübəm mənim müəllimimdir. Yəqin ki, təcrübələrim mənə öyrədib ki, çox da emosiyalar mətndə qabarıq olmasa yaxşıdır. Çünki dolayısıyla sənin ruhunu yox hadisələr axtarırlar o mətnin içərisində. Ona görə də amma əsas odur ki, məsələn, mən dediyim kimi esse yazarkən mən baxıb gördüm ki, mənim yazıçılığa zərrə qədər ehtiyacım yoxdur. Çünki ifadə etmək istədiyim o psixoloji məqamlar, fəlsəfi nüanslar ki var, ki biz bilirik ki, esseistika bunların hamısını əhatə edir. Onları mən essedə kifayət qədər ifadə edə bilirəm. Çox təəssüf ki, bəzən insanlar o janrı düzgün seçmirlər deyə. Məsələn, deyirlər, mən hekayə yazmışam, o hekayə əslində hekayə deyil. Məhz psixoloji fikirlərdir, məhz fəlsəfi düşüncələrdir. Ona görə janrı düzgün seçmək lazımdır və balansı qorumaq lazımdır. Esseistika buna imkan verir. Amma bu o demək deyil ki, çox vaxt insanlar belə rahat janr kimi qəbul edir də. Essedə nədən istəyirsən yaza bilərsən, necə istəyirsən yaza bilərsən. Elə deyil. Esse bəlkə də bir elmi məqalədən də daha ağırdır. Çünki esse müəllifinin mütləq şəkildə özünün bir üslubu olmalıdır. Sən təkrarlanırsansa, başqalarının üslubu ilə oxşar, təkrar yazırsansa, sən maraqlı deyilsən. Mənim 3-5 essemi oxuyandan sonra əgər bir həssas oxucu, hazırlıqlı oxucu bu mətanət vahidin yazısıdır deyə bilmirsə, deməli problem mənim yazdığımdadır. Belə düşünürəm. Aydındır. Bəs günümüzdə bu qədər informasiya seli içərisində sizcə doğrudan söz ucuzlaşırmı? Çünki biz bununla bağlı müxtəlif
müxtəlif polemikaların aparıldığını görürük. Və bir esseyist üçün sözün sambalı nə ilə ölçülür? Onun ifadə etdiyi həqiqətlə, yoxsa yaratdığı estetik zövqlə? İlk növbədə yəqin özün dediyin sözün həqiqətinə inanmalısan. Burada əlbəttə ki, hansı həqiqət kimin dilindən səsləndiyi məsələsi də çox önəmlidir. Biz bunu qəbul etsək də, etməsək də. Yəni sən əgər səsləndirdiyin fikirlərə, prinsiplərə, prinsip olaraq öz həyatında sadiq deyilsənsə, səsləndiyin fikirlər boşdur, qovuqdur. Ona görə bu da çox vacib amildir. Bir də ki, son zamanlarda izlədiyim bir, təəssüf etdiyim məqam var. Siz deyirsiniz, informasiya seli, çox razılaşıram. Çünki hazırda doğrudan da istənilən sosial şəbəkədən istənilən məsələ haqqında bol-bol məlumat almaq mümkündür. Və bir çox adamlar əslində intellektual kimi görünən məlumatlı insanlardır sadəcə olaraq. Çünki intellektual o adamdır ki, səhv ya düz özünün fikri olur. Məlumatlı adam isə aldığı məlumatların təsiri ilə həmin fikirləri səsləndirir. Ona görə əgər fikir versək, bir çox yazıların içərisində, bir çox müsahibələrin içərisində danışan baxırsan pafosla, çox belə bərbəzəkli sözlərlə çox şey deyir, hər şey deyir. Amma onun içərisində çıxara biləcəyin bir fikir yoxdur. Sən düşünəsən ki, bu adamın fikri nədir ədəbiyyat haqqında, ya üstənilən məsələ barədə, nə haqqında olursa olsun. Belə deyəndə əlbəttə söz yalnız bərbəzəkdən ibarət olanda, içərisində ana fikir olmayanda təbii ki, sözün dəyəri ucuzlaşır. Çox pafosa qaçmaq lazım deyil. Heç kəsi incitməməyə naminə yalnız tərif işlətmək lazım deyil. Həqiqətləri dilə gətirmək lazımdır. Təbii ki, o dozasını ayarlayaraq. Düşünmürəm ki, söz dəyərdən düşür. Bu cür sözləri işlədən müəllif söz yiyəsi yəqin ki, bir müddətdən sonra dəyərdən düşür. Söz dəyərdən düşməz. Söz öz dəyərini o səsləndiyi zaman qazanır yenə də. Yenə dediyim kimi, o ki qaldı deyirsiniz ki, mütləq estetik gözəlliyinə fikir vermək lazımdır. Yenə deyirəm ki, esseyistikada olduğu kimi balansını gözləmək lazımdır. Doğru sözü də mütləq belə ifadə var, deyir ki, doğru sözü palto kimi çiyinlərə asmaq olar, şillə kimi üzə vurmaq yox. O cür, yəni o zaman söz dəyərli olur. Həm həqiqəti ifadə edirsən, həm də öz prinsiplərindən geri durmursan, həm də gözəl söz danışırsan. Mətanət xanım, müxtəlif platformalarda əslində bu mövzuda sizin fikirlərinizi görmüşəm, yazılarınızda da toxunmusunuz. Bir qədər də belə deyək, çox təkrarlanan sualdır. Amma hesab edirəm ki, bir esseyist baxışı lazımdır bu suala. Sizcə bizim ədəbi mühit, dünya ədəbi prosesinə nə dərəcədə inteqrasiya edə bilib? Bilirəm, bu çox müzakirə olunur. Və biz hələ də öz qınımızda danışırıq, yoxsa səsimiz artıq o ümumbəşəri ağrıların içindən eşidilir? Biz bu barədə danışanda problem balansın gözlənməməsindədir. Ya toksik pozitivizmə çox qaçırıq. Xeyr, biz dünyaya çıxırıq deyirik. Ya da ki, belə yanaşanlar var ki, biz dünyaya heç vaxt çıxmayacağıq, bizim yazıçımız biləcərdən o yana gedə bilməyəcək bu düşüncə ilə. Bunların heç biri doğru deyil. Çünki müxtəlif təşəbbüslərlə bizim yazıçılarımız, bizim ədəbiyyatımız ya da ümumiləşdirsək, dünyaya çıxa bilir. Belə deyək də, məsələn, festivallarla, sərgilərlə, dövlət xətti ilə, daha çox şəxsi təşəbbüslərlə olur. Yəqin bunu izləyə bilirik ki, kimin pulu var, kitabını xaricdə çap etdirir. Sonra o gedir oxucuya nə dərəcədə oxucunun rəflərinə çatır, çatmır məsələsi ikinci plana keçir də. Məsələn, mən bu barədə düz deyirsiniz, neçə dəfə səsləndirmişəm fikirləri, istər video formatda, istər yazılarda. Mənə gəlib yazan müəlliflər olub ki, Mətanət xanım, siz görmürsünüzsə, bu demək deyil biz dünyaya çıxmamışıq. Məsələn, mən dünyaya çıxmışam. Baxırsan ki, o müəllif dünyaya necə çıxıb? 7-8 adı ya bilinən, ya bilinməyən saytda tutalım, şeirləri, hekayəsi çap olunub. Amma göstərici bu deyil. Məsələn, o ölkədə ki, sən çap olunursan, heç mən demirəm 1000 nəfərdən, 10.000 adamdan biri sənin adını bilirmi ki, sən belə bir müəllifsən, bu o demək deyil ki, sən dünyaya çıxdın. Yəni, şəxsi təşəbbüslərlə daha çox olur. Mən sənin əsərini tərcümə edeyim, sən mənim və belə də güya belə bir görüntü yaradırlar ki, mən dünyaya çıxdım. O baxımdan, yəni, çox belə pozitivliklə yanaşmaq lazım deyil, amma bədbin də olmayaq. Çünki bilirik də, bu mədəniyyət 2040 konsepsiyası haqqında söhbətlər gedir. Ümidliyik ki, bu konsepsiyanın ətrafında görülən işlər, yəni fəaliyyətlər göstərəcək də ki, nə olacaq, görəcəyik bunu gələcəkdə. Hələ ki, mən bir söz deyə bilmirəm. Sadəcə ümidlə gözləyirik.
Amma biz heç cür dünyaya çıxa bilmirik, çıxa bilməyəcəyik sözünü də heç vaxt demirəm. Çünki doğrudan bizdə kifayət qədər yaxşı mətnlər var ki, mən hətta dünya ədəbiyyatı nümunələri ilə müqayisə edirəm. Bir çox hallarda mükafatlar, beynəlxalq mükafatlar alınanda görürəm ki, məsələn bizim müəlliflərimiz onlardan heç də pis yazmırlar ki. Amma bu mexanizm ümumiyyətlə bütöv bir mexanizmdir. Dünyaya çıxmanın mexanizmi, yəni bir yazıcıdan asılı deyil, bir nəşriyyatdan asılı deyil. Bütöv mexanizm olduğuna görə də dediyim kimi konseptual işlənməlidir üzərində və yalnız o halda biz deyə bilərik ki, bəli, bizim ədəbiyyatımız dünyaya çıxır, çıxa bilir. Nəticədə ki, sürətli olmalı deyil. Məsələn, o konsepsiya işə düşür, bəlkə 5 ildən, 10 ildən sonra nəticə görmək mümkün olar. Və ədəbiyyatşünaslıqda mübahisəli məqamlardan biri qadın mətni. Bilmirəm, bu ifadə ilə nə qədər razısınız? Yəni, bununla bağlı hətta kəskin tənqidlər də eşidirik ki, mətni cinslərə ayırmaq olmaz və s. Bu yanaşmaya münasibətiniz necədir? Bu sadəcə bir bölgüdür, yoxsa qadın duyğusunun ədəbiyyata gətirdiyi tam fərqli bir metafizika var, ona görə bu ifadədən istifadə edirlər? Çox haqlısınız. Əslində bu barədə mübahisələr nəyə görə düşür? Qadınlar özləri deyirlər ki, bizi nəyə görə ayırırsınız qadın ədəbiyyatı deyə. Bax, bu müəlliflər özləri etiraz etməsələr, belə bir mübahisə də yaranmaz əslində. Çünki bunu həmişə deyirəm ki, qadın ədəbiyyatı anlayışını Azərbaycan ədəbiyyatşünasları gətirməyiblər ki, bu bütün dünyada var. Yanlış olan bir siz nədir? Elə bilirlər ki, biz qadın ədəbiyyatı deyəndə bioloji olaraq qadından bəhs edirik. Axı, əslində, tutalım, hansısa bir jurnalist etiraz edir, deyir ki, qadın ədəbiyyatı anlayışı yoxdur, amma biz açıq xəbərlərə baxaq. Məsələn, bir neçə il öncə tutaq ki, adımı tənqidçi qoyub mənim etiraz mətnimi götürüb başlığa belə yazmışlar. Xanım tənqidçi üsyan qaldırdı. Yaxud qadın deputatlardan kiminsə bir maraqlı bir fikri var, yazırlar ki, qadın deputat filan sözü səsləndirdi. Xanım rəssam çılpaq rəsm çəkdi. Burada məhz məsələ qadın olduğunu vurğulamaqdadır. Bilirsiniz niyə? Məsələn, xanım tənqidçi üsyan etdi, bu o deməkdir ki, xanım necə cürət edib üsyan etməyə? Yaxud necə olub ki, qadın deputatın səsi çıxıb Milli Məclisdə? Burada məhz o bioloji olaraq qadını vurğulayırlar. Özləri vurğuladıqlarına görə elə bilirlər ədəbiyyatda da məhz belədir. Halbuki əslində biz qadın ədəbiyyatı deyəndə burada qadın cinsini nəzərdə tutmuruq. Düzdür, bölgü aparılanda bizdə ucdan tutma bütün qadınlar yazır, onları qadın ədəbiyyatına aid edirlər məcburən. Amma bizdə qadın ədəbiyyatı adı altında təqdim olunan mətnlərin statistika yoxdur deyə deməyəcəm, belə deyim də, böyük əksəriyyəti ümumiyyətlə ədəbiyyat deyil, nəinki qadın ədəbiyyatı. Bilirsiniz niyə? Çünki qadın ədəbiyyatı siz dediyiniz o metafizik qadın başlanğıcının davamçısı olmaq deməkdir. O yaddaşdan çıxış etmək deməkdir. Məsələn, Enheduanla birlikdə ilk qadın yazardı. Enheduanladan bu yana yazan bütün yazarların o yazarlıq yolu necə davam edib? Onlar hansı metafizik təcrübədən keçiblər? Hansı duyğuları əvvəl necə təsvir edirlər, indi necə təsvir edirlər və s. Əgər bugünün məsələn bir qadın yazarı Rəbiqə Nazim qızı, yaxud Sevinc Elsevər, yaxud Gülay Tahirli, yaxud Hədiyyə Şəfaqət və s. özlərini həmin o zəncirin bir davam edən halqası kimi görə bilirlərmi və bu cür yaza bilirlərmi? Yaza bilən və görə bilən müəlliflər doğrudan müasir qadın ədəbiyyatını yaradırlar. Görə bilməyənlər isə onlar öz məişətləri ilə məşğuldurlar və ondan kənara çıxmırlar. Həmin müəlliflərdən soruşanda bilirsiniz, müəllifin yazmaq məqsədi var, onun özü müəyyənləşdirir müəllif nə yazır. Məsələn, soruşursan bir müəllifdən, ən çox qadınlardadır bu. Siz niyə yazırsınız? Cavab necə olacaq? Öz dərdlərimi, ürəyimi boşaltmaq üçün, göz yaşlarıma tökə bilmədiyimi sözlərə tökürəm. Sənin göz yaşlarına tökə bilmədiyini oxucu niyə oxumalıdır? Yəni, neqativdən başqa bir şey deyil və ona heç bir şey verməyəcək onsuz da. Bunlar heç vaxt ədəbiyyatlaşa bilmir. Amma dediyim bayaq ki, o qadın ədəbiyyatını yaddaş olaraq özü üçün götürüb, həmin o metafizik başlanğıcı davam etdirəndə əlbəttə ki, ortaya çıxan ədəbiyyatı biz qadın ədəbiyyatı adlandıra bilirik və burada özüm bir qadın ədəbiyyatşünas kimi deyirəm ki, burada təhqiramiz heç nə yoxdur. Yeri gəlmişkən sizə bir şey deyim. Deməli, mənə bir neçə dəfə bu söz deyilib ki, sizin esselərinizdə qadın ruhu duyulur. Mən bundan heç vaxt təsəvvürləşməmişəm. Duyulsun da, mən qadınam. Niyə duyulmasın? Bu gözəldir ki, mən öz ruhumu oraya yansıda bilirəm. Ona görə burada mən bir problem görmürəm. Məncə qadın müəlliflər də bunun davasını aparmamalıdırlar. Və əslində estetik haqqında bir-iki məqama toxunduq. Estetik gözəllik
sizcə hər şeydirmi, yoxsa ədəbiyyat mütləq bir missiya daşımalı, cəmiyyətin yaralarına toxunmalıdır? Yəni sizin üçün yaxşı mətn sadəcə yaxşı qurulmuş cümlələrdir, yoxsa belə deyək, ruhu sarsıdan bir manifest? Gəlin bu belə analogiyanı aparaq. Ümumiyyətlə gözəllik tutalım. Gözəl bir xanım görürsüz, valeh olursunuz, çox gözəldir, qaşı, gözü, saçı. Amma danışanda baxıb görürsünüz ki, mahiyyəti onun zahiri görkəmini yansıtmır özünə. Dərhal gözümüzdən düşür. Bu təcrübə, məsələn, mən özüm gözəlliyin vurğunuyam. Mənim üçün fərqi yoxdur, kişi, qadın, dəniz, səma və s. Gözəldir. Amma insanların necə ki, mahiyyəti onlar danışanda və sözlərində və əməllərində öz əksini tapır. Beləcə, ədəbiyyatın da, sənətin də mahiyyəti onun ifadə etdiyi mənadadır. Sənətin məna qatı olmalıdır. Hansısa bir missiya daşıdı, daşımadı, ideya irəli sürdü, sürmədi. Sənətin missiyası bəli var. İnsanı hansısa bir fikrə, düşüncəyə yönəltmək. Amma yönəltdiyi fikir yönləndirici olmamalıdır. Yəni orada üstünə baskı olmamalıdır ki, bunu hər zaman deyirəm də, ciddi və qeyri-ciddi ədəbiyyat və bunu bütövlükdə sənətə aid etmək olar. Həmişə deyirəm ki, yaxşı əsər oxucusunu, yaxud da əgər bir tablodursa izləyicisini bir fikrə yönəltmir. Müxtəlif fikirlərə gəlib çatmaq üçün ona rəvac verir. Bu baxımdan əlbəttə ki, konkretləşdirsək, sənət yalnız estetikadan ibarət ola bilməz. O zaman söz yığınına çevriləcək. Söz yığını sadəcə olaraq gözəl ifadə edirik. Heç bir mənası, mahiyyəti olmayacaq. Əlbəttə ki, sənət həm qəlbə toxunmalıdır, həm də ki, o qəlbə toxunan fikir sadəcə olaraq fikir kimi yox, bədii həll şəklində verilməlidir. Mətanət xanım, sonuncu sualı ünvanlamaq istəyirəm. Bu sual əslində burada müxtəlif peşə sahibləri qonağım olur və süni intellekt indi aktual olduğu üçün hər zaman çalışıram bir sualım bu mövzuda olsun. Süni intellektin və vizuallığın hökm sürdüyü bir dövrdə klassik mətni və dərin mütaliəni nələr gözləyir? Kitabın sonu haqqındakı pessimist proqnozlara bir esseyist olaraq cavabınız varmı? Ümumiyyətlə, texnologiya ilə dost olan bir adam olduğum üçün heç bir şey məni bu barədə qorxutmur. Nə mənada? Mən xatırlayıram ki, hətta biz uşaq olanda belə bu sözlər vardı. Baxın, kino istehsalı başlayanda da deyirlər ki, kitabı bağlandı. Nə bilim, daha sonra internet olandan sonra, kompüter çoxalandan sonra ki, bütün evlərdə ən az bir kompüter var. Bundan sonra deyirlər ki, kitabı bağlandı. Mən belə düşünmürəm. Sadəcə olaraq biz kitab deyəndə mətni nəzərdə tuturuq da, kağız kitabın özünü məhz nəzərdə tutmuruq ki. Əgər biz mətni nəzərdə tuturuqsa, kitabı hansı formatda oxuyursa nə fərqi var? Məsələn, mən son illərdə, son 3 ildimi, 4 ildimi dəqiq bilmirəm, kağız kitabdan daha çox elektron formatda kitab oxuyuram. Çünki mənim üçün orada rahatdır. Monitorda onun miqyasını böyüdürəm, rahatlıqla oxuyuram ya da audio formatda dinləyirəm. Bundan ədəbiyyat nəyisə itirirmi, ya kitabçılıq, mütaliə nəyisə itirirmi? Heç nə itirmir. Nəticə etibarilə mən yenə hər gün mütaliə edirəm. Amma mütaliənin forması dəyişilib. O ki, qaldı konkret olaraq, o baxımdan yəni mən düşünmürəm ki, kitabçılıq tamamilə sıradan çıxacaq, çıxmayacaq, sadəcə formalarını dəyişəcək. O ki, qaldı süni intellektin özünə. Bu barədə danışanda həmişə mən belə pozitiv yanaşıram. Yenə deyirəm ki, süni intellekt yaxşı mənada bizim köməkçimizdir. Baxın, sosial şəbəkələrin zərərindən həmişə danışırıq. Nəyə görə sizə, mənə, digərlərinə, bizim həmkarlarımıza sosial şəbəkə kömək edir əksinə? Bu bizim PR-ımıza xidmət edir, nə işlə məşğul oluruq, orada təqdim edirik. Deyək ki, mən bir həftə bundan öncə TikTok platforması açmışam. Mənim üçün tamamilə bilinməyən bir yer idi. Amma necə açmışam? Hər gün girib bir video paylaşıram, çıxıram. Heç səhifəyə baxmıram, çünki mənə maraqlı deyil. Mən həmin vaxtı sərf edirəm, deyək ki, kitab oxumağa, nəsə yazmağa. Yəni, bu artıq şəxslərin problemidir. Qətiyyən kitabın, süni intellektin, internetin, zamanın problemi deyil. Bu axı yalnız Azərbaycana aid olan bir məsələ deyil. Zaman inkişaf etdikcə texnologiya inkişaf etməlidir. Biz yerimizdə saya bilmərik, komfort zonamızdan nəhayət ki, çıxmalıyıq. Süni intellektdən istifadə edərkən isə mənim ən yaralı yerim nədir? İnsanların süni intellekti öz yerinə qoyması. Məsələn, son zamanlarda bunu bir verilişdə də xatırlatmışdım, ifadə etmişdim. Demişdim ki, ChatGPT demək, tənqidçiləri var. Nəyə görə? Məsələn, belə cümlələr eşidəndə yəqin siz də arzu edirsiniz ki, bunu süni intellekt yazıb. Sükutun səssizliyinin pıçıltısı və s. Burada yəni bu insan düşüncəsində belə mənasız ifadə ola bilməz, cümlə ola bilməz. Və bunu o qədər çox istifadə edirlər ki, baxırsan sosial şəbəkədə paylaşım edirlər. Həmin statusları belə süni intellektdə yazdırırlar. 2 cümlə təbrik yazır, onu da süni intellekt yazır. Yəni daim mətndən işləyən adam bunu ayırd edə bilir. Süni intellektin özünə məxsus üslubsuz bir üslubu var.
Yəni ona görə də bunu ayıra bilirsən. Burada problem nədədir? Süni intellektin varlığında deyil ki, insandadır ki, süni intellektdən doğru yararlanmadı. Süni intellekt əslində nədən ötürüdür? Mən də artıq başlamışam süni intellektdən istifadə etməyə. Amma necə? Mənə lazımdır bir məsələ ilə bağlı material toplayım. Ona belə deyək də tapşırıq verirəm və həmin tapşırıq əsasında bütün materialları toplayır, gətirir mənə təqdim edir. Amma bir şey deyim. Əgər sən özün bu məsələ haqqında heç bir məlumata malik deyilsənsə, süni intellekt səni aldada bilir. Belə bir necə deyim, nümunə gətirim də sizə. Seyid Əzim Şirvani haqqında, mən Seyid Əzim Şirvani haqqında monoqrafiya yazmışam deyə deyirəm. Məncə yeganə müəllifəm ki, mən deyirəm ki, Seyid Əzim Şirvani satirik deyil. Böyük satirik deyil. Bu fikri ifadə edirəm də mən. Mənə qədər internetdəki bütün materiallarda Seyid Əzim Şirvani böyük satirikdir. Tutalım, mən gəlib bu məqaləni özüm yazmaq istəmirəm, onun satirası haqqında, amma istəyirəm ki, onu satirik olmadığını bildirim. Bu məqalədə süni intellektə müraciət edirəm və süni intellekt oradakı materialları belə deyək də emal edir, gətirir mənə təqdim edir və nəticədə belə alınır ki, Mətanət Vahid yazır ki, Seyid Əzim böyük satirikdir. Axı mən bunu demək istəmirdim. Mənim bunu deməyim üçün öz fikrim olmalıdır, öz fikrimi yazmalıyam. Ona görə də süni intellekt internetdə nə varsa o materialları emal edir. Nəticə etibarilə sənin öz fikrindən məhrum olur. Yəni süni intellekti assistent kimi istifadə etsə heç bir problem yoxdur. Əksinə işimizi yüngülləşdirir. Google-da axtarışı biz etmirik, süni intellekt edir. Təşəkkür edirəm Mətanət xanım, çox sağ olun. Siz də sağ olun. Xatırladım ki, arxa planda mənim qonağım tanınmış ədəbiyyatşünas və esseyist Mətanət Vahid idi. Biz həm ədəbiyyatşünaslıq, həm esse haqqında danışdıq. Ədəbiyyat müzakirələrimiz isə davam edəcək. Sağ olun, salamat qalın.